Füzulinin işğal tarixi ərəfəsində baş tutub. 22 il əvvəl Azərbaycanın daha bir rayonu demək olar ki, müqavimətsiz Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçdi. Həmin tarixin növbəti il dönümünə 5 gün qalır. Əslində vəziyyətin bu cür nəticələnəcəyi həmin vaxt Füzulidə olanlar, hadisələrin şahidi olan hər kəsə məlum idi. İşğal ərəfəsində Aynısın xüsusi müxbiri Vahid Mustafayevin çəkdikləri işğal tarixini tam açmağa imkan verir. Ahali ki bir-birə qaça-qaça gedir. Bunu hara apardı? 1993-cü ilin 18 avqustu Füzulinin işğalından 5 gün əvvəl. İşğala 5 gün qalmasına baxmayaraq rayon təslim olmağa hazır idi. Çünki hərbiçilər rayonu öz başına tərk etmiş, köməksiz əhali də qaçmağa məcbur olmuşdu. Rayon üçün mübarizə aparmaq istəyinin olmaması nə qədər üzücü olsa da, ailəsinin çəkiliş qrupu zamanında bu fakta şahidlik etmişdi. Elə o zaman o da məlum olmuşdu ki, Füzulini tərk etmək istəməyən oğulların sayı barmaqla sayılacaq qədərdir. Füzulidə əskər qalıb, əskər devamlısı rəhmətləriniz. Füzulidən əskər 4 gün bundan qabaq çıxıb. 4 bayanlı bir nəfər bayanlı yox. Bizim əskərlərimiz, onlar bizə yaxın düşməmişdən qabaq qaçıblar. İnamını itirən əhali, eləcə də işğal təhlükəsi ilə qalan Füzulidə əskərlər də döyüşmək istəmirdi. Səngərdən qaçır, istədiyini edirdi. Batalyondan bizdə də rota qalmışıq. Rota 17 nəfər. Komandir rotamız da buradadır. Qaçan əskərlərdən təsadüfən ələ keçənlər də olurdu. Onları məcburi şəkildə vətəni qorumağa vadar etmək də çıxış yolu deyildi. Hətta o zamanlar qəzetlər Füzulidə Milli Ordunun sərxoş əskərlərinin yuxarı Yağlıvan kəndinin əhalisinə avtomatlardan atəş açdığını da yazırdılar. Bütün bu səbəblər isə düz 5 gündən sonra Füzulinin işğalını qaçılmaz edəcəkdi.